Azərbaycanın mövqeyi bu mövzuda bütün digər mövzularda olduğu kimi tamamilə beynəlxalq hüquqa əsaslanır və bizim bu istiqamətdə açıqlamalarımıza siz diqqət yetirsəniz və təmaslarımıza diqqət yetirsəniz, siz onu görərsiniz ki, Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, çünki bu son gərginliyin bir başlanma səbəbi var. Başlanma səbəbi də ondan ibarətdir ki, Pakistan ərazisinə hansısa bir izahatlarla, hansını ki Hindistan verir, lakin Pakistan tərəfi bunu qəbul etmir heç bir formada, yəni zərbələr endirməyə başladı. Yəni bir dövlət digər ölkənin ərazisinə zərbələr endirməyə başladı və bu çox ciddi bir gərginliyin səbəbi olmuşdu. Biz bunun qəbul edilməzliyini söylədik və bunu pislədik. Eyni zamanda bizim çağırışlarımız hər iki tərəfə ən qısa zamanda bu gərginliyə son qoymaq və bunu siyasi diplomatik müstəvidə həll etməyə olan bir çağırışdır. Yəni ona görə kimsə bizim bu mövqeyimizdən narazıdırsa, biz düşünürük ki, ilk növbədə buna daha diqqətlə baxsın və hesab edirəm ki, burada çox məntiqli bir yanaşma var.